Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbi olan Allaha, ibadətə və itaətə layiq tək ilaha. Əl-Həşr surəsinin və alidir bu əsər, 59-cu surədir ki, Qur'an-ı bəzər, 24 ayətdən ibarətdir, Mədinədə enmiş həqiqətdir. Sığınıram Allaha vəsvəsəsindən şeytanın, adıyla ən mərhəmətli və rəhimli olanın. Göydə və yerdə nə varsa nə qədər, söyləyirlər Allaha təriflər. O əl-əziz qüdrət sahibidir. Əl-həkəmdir, müdrikdir, böyük hikmət sahibidir. Odur kitab əhlindən kafir olan, insanları toplayan, diyarlarından çıxaran. Siz ki etmirdiniz onların çıxmalarını güman, onların da gümanı vardı yaman. Düşünürdülər onları Allahdan, qalaları ola bilər olsun qoruyan. Allah isə onları heç gözləmədikləri yerdən haqladı, vahimə ilə doldu ürəkləri. Öz evlərini həm öz əlləri ilə onlar, həm də möminlərin əlləri ilə dağıdırdılar. Götürün, ibrət sizə yağıldılar. Allah onlara sürgün hökmü yazmasaydı əgər, göstərərdi onlara başqa əzab, ayrı kədər. Axirətdə onları cəhənnəm gözləməkdədir. Bu Allah və Rəsuluna asiliklərinə görədir. Kim Allaha asi olmaqda olsa cürətli, bilsin ki, Allah cəza verəndə çox şiddətli. Xurma ağaclarını kəsməyiniz, yıxmağınız, ya kökü üstə sağ buraxmağınız Allahın izni ilədir. Allah asiləri bu cür rüsvay edir. Allahın öz elçisinə bəxş etdiyi qənimətə tərəf nə at sürdünüz, nə də dəvə. Allah istədiyinə öz elçilərini hakim edir, çünki Allah hər şeyə qadirdir. Allahın öz elçisinə etdiyi inaətlər, kəndlərin əhalisindən verdiyi qənimətlər, Allaha, Rəsuluna, həm də qohum-əqrabaya, yetimə, yoxsula və müsafir gəlmiş obaya məxsus edilib ki, təkcə varlılarda qalmasın, hamı faydalansın, tək zənginlər zəngin olmasın. Peyğəmbər sizə hər nəyi verərsə olun alan, çəkinin hər nəyi etsə qadağan. Qorxun uca Allahdan həqiqətən, Allah ən şiddətli cəza verən. Allahdır ən şiddətli cəza verən. Qənimətlər həmçinin yurtlarından qovulmuşlar, öz mallarından məhrum olunmuşlar. Yoxsul mühacirlərin də haqqıdır. Onlar Allahın rəhmətin və rizasını qazanmağa can atır. Onlar Allaha və elçisinə köməkdarlardır. Doğru olanlar da məhz onlardır. Mühacirlərdən əvvəl Mədinədə yaşayanlar, İslamı qəbul etmiş ənsarlar, yanlarına hicrət edənləri sevir, onlardan onlara bol-bol verir. Buna görə qəlblərində peşmançılıq duymurlar, özləri ehtiyaclı olsa belə onları ac qoymurlar. Onları özlərindən üstün tutar, nəfsin tamahından qorunan kimsə nicat tapar. Onlardan sonra hər kim onların ardınca gələr, onlar haqqında bu cür dua edər. Ey Rəbbimiz, bizləri bağışlamağını istəriz. Bizdən əvvəl iman etmiş qardaşlarımıza da məğfirət diləriz. Qəlblərimizdə iman edənlərə qarşı nifrət həsədə yer vermə. Ey Rəbbimiz, sən ki həqiqətən şəfqətlisən, çox rəhimlisən, çox mərhəmətlisən. Sən görmədinmi münafiqlərin dediklərini, kitab əhlindən kafir qardaşlarına bu cür söylədiklərini. Siz yurdunuzdan qovulsanız əgər, biz də sizlə birlikdə çıxıb gedər,
Sizə qarşı heç kimə qoşulmarıq, heç kimə tabe olmarıq. Müsəlmanlar sizinlə vuruşsalar, biz yerimizdə qalmarıq. Sizə kömək etməmiz labüddür. Allah onların yalançı olmasına şahiddir. Onlar sözlərinə vəfa etməzlər. Yurtlarından qovulsalar onlarla getməzlər. Onlarla döyüşsə müsəlmanlar, onlara köməklik etməz onlar. Lap onlara yardım etsələr əgər, hamısı mütləq qaçıb geriyə dönər. Sonra onlara köməklik edilməz zərrə qədər. Onların ürəklərində doğrusu Allah qorxusundan çoxdur müsəlman qorxusu. Çünki onlar cahil, anlamaz insanlardır, qanmaz insanlardır. Hamılıqla sizə qarşı ancaq onlar möhkəm şəhərdə divarlar arxasından vuruşar, amma öz aralarında düşmənçilik kəskin olar. Səndə onların həmrəyliklərinə güman vardır, lakin onlar hamısı qəlbləri dağınıqlardır. Çünki onlar ağlı kəsməyən insanlardır. Cahillər heç nə başa düşməyən insanlardır. Onlar bənzəyir özlərindən əvvəl azmışlara, ölüb də əməllərinin cəzasını dadmışlara, özləri üçün ağır əzab hazırlamışlara. Münafiqlər bənzəyir şeytanlara. Şeytan kafir ol deyir insanlara. Elə ki insan dönür olur kafir, şeytan ona səndən uzağam deyir. Aləmlərin Rəbbi Allahdan qorxuram söyləyir. Onların hər ikisinin aqibəti əbədi cəhənnəm əzab əziyyəti. Zalimların cəzası budur qəti. İman gətirən Allahdan qorxsun, sabaha nə hazırlamış baxsın. Allahdan qorxun, o xəbərdardır. Həqiqətən Allaha əməlləriniz aşkardır. Tutmayın Allahı unudanların izlərini, Allahın unutturduğu özlərini. Onlar fasik günaha salam meyil, cəhənnəm əhli cənnət əhli ilə eyni deyil, cənnət əhli nicat tapanlar əsil. Biz bu Qur'anı dağa nazil etsəydik əgər, görərdin Allahın qorxusundan o parçalanıb boyun əyər. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə bir fikirləşələr. O özündən savayı olmayan haqq olan ilah, qeybi və aşkarı bilən Allah. O Ər-Rahim, Ər-Rahman, o özündən savayı heç bir haqq ilah olmayan, Əl-Məlik, Əl-Quddüsə salam olan, müqəddəs pak hökmüran. O Əl-Muvmin, Əl-Muheymin, o Əl-Əziz, Əl-Cabbar, yenilməz qüvvətli, məcbur etməyə qüdrəti var. O təkəbbürlü olan Əl-Mütəkəbbir Allah, ona qoşulan şəriklərdən ucadır haqq ilah. Əl-Xaliq olandır yoxdan yaradan, xəlq eləyən. Əl-Musavvir Allahdır, surət verən. Ən gözəl adlar yalnız Allahın isimləridir. Göydə və yerdə olanlar ona tərif eləyir. O Əl-Əziz olandır, qüdrətlidir, Əl-Həkimdir, müdrikdir, hikmətlidir.